2026-cı ilin Dünya İqtisadi Forumuna və Avrasiyanın iqtisadi özünə məxsusluğunun müəyyənləşdirilməsi adlanan sesiyaya xoş gəlmisiniz. Burada müzakirə apardığımız zaman qərbdən şərqə doğru rəqabət aparan maraqlar və Qafqaz ilə Mərkəzi Asiyada təsir və gücün tarazlığı ilə səciyyələnən vəziyyət müşahidə edilir. Artan rəqabət fonunda geniş infrastruktur planları və formalaşan ticarət dəhlizləri göz qarşısındadır. Region genişlənən həmin marşrutların əksər hissəsindən necə yararlana bilər və onlar üçün öz rolunu necə gücləndirə bilər? Bugün sesiyada biz həmin mövzuları müzakirə edəcəyik və mən çıxış edəcək şəxsləri böyük şərəfisi ilə təqdim edirəm. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, Serbiyanın prezidenti Aleksandr Vučić, Türkiyədən Limak Holdingin idarə heyətinin sədri Ebru Özdəmir və Ermənistan Respublikasının prezidenti Vaagn Xaçaturyan. Mənim adım Saşa Vakulinadır. Mən Euronews televiziya kanalının Avropa üzrə müxbiriyəm. Bugün keçirilən sesiyada aparıcı olmaqdan və sizə qoşulmaqdan böyük şərəf hissi duyuram. Mən sesiyanın əvvəlində icazənizlə açılış edim və təfərrüatlar haqqında danışım. Azərbaycan və Ermənistan iki ölkənin, eləcə də bütöv regionun kursunu və gələcəyini dəyişən, 10 illiklər boyu yaşanılan faciələrdən sonra tarixi sülh razılaşmasını hazırladılar. Hazırda biz qlobal quruluşun da sürətlə dəyişdiyinin şahidiyik. Bilirsiniz, tarixin ağırlı səhifəsini bağlamaq üçün nə qədər səylər göstərildi. Mən Prezident Əliyev və Prezident Xaçaturyandan soruşmaq istərdim. Hazırda siz gələcəyi necə görürsünüz? Gələcəkdə bizi nə gözləyirik? Sizin hər ikinizin bu sesiyada iştirakı artıq özü böyük bir mesajdır. Bəli, siz tam haqlısınız. Ötən ilin avqustunda hər iki tərəf sülh sazişini paraflamaqla və beləliklə 3-10 illikdən artıq çəkən müharibə və qan tökməyə son qoymaqla tarixi nailiyyət əldə olundu. Həmin sülh sazişinin nadirliyi ondan ibarətdir ki, o son qanlı toqquşmadan sonra 2 ildən az müddətdə paraflandı. Beləliklə bu göstərir ki, əgər hər iki tərəfin güclü siyasi iradəsi sülhə sadiqliyi olarsa, onda siz kifayət qədər qısa müddət ərzində barışıq əldə edə bilərsiniz. Paraflanmış sənəd bugün praktiki nəticələrə çevrilir. Biz sülh şəraitində nəinki cəmi 5-6 aydır yaşayırıq və bu vəziyyətdən yararlanırıq. O cümlədən nə Ermənistan, nə Azərbaycan müstəqil ölkələr kimi heç zaman sülhdə yaşamayıblar. 1991-ci ildə müstəqil ölkəyə çevrildiyimiz zaman biz artıq hərbi toqquşmada idik. Lakin bugün sülhün faydası əməkdaşlığın başlanmasında əks olunur. Olduqca mühüm neft məhsullarının birinci hissəsi Azərbaycandan Ermənistana göndərildi və bu qiymətlərin aşağı düşməsinə imkan yaratdı. Beləliklə, 2 və 3 il əvvəl belə addımı tamamilə təsəvvür etmək olmazdır, lakin bugün o artıq reallıqdır. Düşünürəm ki, heç nə bu prosesə müdaxilə edə bilməz. Fikrimcə, əlavə görəcəyimiz işlər ondan ibarətdir ki, hər iki tərəf sülhdə yaşamağın nəticələrini göstərməlidir ki, biz də bu proses çərçivəsində cəmiyyətlərimizin tam dəstəyinin şahidi ola bilək. Lakin mən çox nikbin baxıram, çünki əldə olunan nəticə həqiqətən Ermənistanın, Azərbaycanın və Cənubi Qafqazın xeyrinədir. O vaxtilə çox dərin ədavəti olmuş ölkələrin əməkdaşlıq mərhələsinə gəlib çıxmasının nümunəsini özündə əks etdirir. Azərbaycan prezidenti İlham Əliyevin gələcək bizdən asılıdır fikri ilə tam razı olduğunu söyləyən Ermənistan Respublikasının prezidenti Vaagn Xaçaturyan qeyd etdi ki, ölkələrimizin liderləri öz siyasi iradələrini qətiyyətlə nümayiş etdirirlər. Cənab Prezident İlham Əliyev söylədi ki, biz də siyasi qətiyyəti sülh üçün nümayiş etdirdik ki, artıq bundan sonra əməli tədbirlər sülhü sübut etsin, təsdiq etsin ki, 30 ildir bunun biz görməmişdik, amma indi isə biz sülh və əmin-amanlıq şəraitində yaşayırıq. Bu isə həqiqətən də inanılmaz bir hadisədir.
Artıq Azərbaycandan Ermənistana Gürcüstan ərazisi vasitəsilə malların nəql edildiyini xatırladan Vaqon Xaçaturyan bu yüklərin birbaşa olaraq iki ölkənin ərazisindən keçəcəyinə əminliyini bildirdi. Cənab İlham Əliyevə də minnətdaram, təqdir edirik görülən işləri. Bugün və yaxud dünən isə səhv etmirəmsə, Prezident Əliyev qeyd etdi ki, biz gərək sülh və əmin-amanlıq şəraitində yaşamağı öyrənməliyik. İnandırım ki, bu bizim üçün adi bir vəziyyət deyil, çünki buna öyrəşməmişdi bu sənədlər imzalanmamışdan əvvəl. Hər gün oyanıb, sərhəddə görəsən nələr baş verib, atışmalar davam edirmi? Bu bizim üçün hər zaman stresli. İndi isə sizi mən bir də əmin etmək istərdim ki, biz bu keçmişimizi unuduq, artıq biz gərək konkret layihələri həyata keçirik. Biz uğur qazanacağıq, biz inanırıq. Bizim sazişlərimiz çox konkret prinsiplərə əsaslanıb. Bəli, biz bir-birimizin ölkə olaraq ərazi bütövlüyünə, suverenitetinə və yurisdiksiyalarına hörmət edirik. Bunlar rəhbər prinsiplərdir. Bəli, sərhədlərimiz bir gün açılacaq və bir neçə ildən sonra sadəcə siyasi iradə, yəni bu səviyyədə deyil, eləcə də adi sıravi işgüzar səfərlər olacaqdır. Sıravi vətəndaşlarımız sərhədləri rahat keçərək münasibətlər quracaqdır. Biz bu fürsətlərdən faydalanacağıq və bu əməkdaşlığın nəticəsində də biz çox əlverişli bir Cənubi Qafqazda regiona çevriləcək bütün dünya üçün. Azərbaycan rəhbərinə, cənab Prezident Əliyevə təşəkkür edirəm. Və bizim baş nazirimizə də təşəkkürümü bildirməliyəm. Çünki bizim dövlət rəhbərimiz baş nazirdir. Ona görə də hər iki rəhbərə nümayiş etdirdiyi siyasi iradəyə görə minnətdaram. Vaqon Xaçaturyan diqqətə çatdırdı ki, burada bir məqsəd var, o da sülhdür. Sülh də olacaq. Üzr istəyirəm, bir daha təkrar edim ki, məsələ hakimiyyətdə qalmaq deyil, sülhə nail olmaqdır. Çünki illər boyunca müəyyən siyasi səbəblər ucbatından sülh prosesi yubanırdı, ancaq danışıqlar davam edir, heç bir ortalıqda nəticə yox. Elə oldu ki, artıq iki ölkə rəhbəri ümumi rəhbər prinsiplər üzərində razılığa gəldi. Serbiya Respublikasının prezidenti Aleksandr Vučić müasir dünyada baş verən hadisələr fonunda ölkələrin bir-biri ilə əməkdaşlıq etməyinin vacibliyindən bəhs etdi. İnvestisiya yatırılması baxımından hansı strategiyaların rəqabəti gücləndirə biləcəyi sualına cavabında Türkiyənin Limak Holding şirkətinin sədri Ebru Özdemir bildirdi ki, hər bir ölkəyə investisiya uzun müddətli sabitlik, sülh və əmin-amanlıq olduqda yatırılır. Stabillik olmadıqda heç kəs investisiya etməyəcəkdir. Burada liderlər iştirakını nəzərə alırıq ki, mən çox şadam ki, onların sırasındayım. Sülh və əmin-amanlıq uzun müddətli olması investorların gələcəyinə dəlalətdir. TRIPS sazişini də oxumuşam. Kifayət qədər təsbit edilmiş prinsipləri var. Serbiya Respublikasının prezidenti Aleksandr Vučić Ebru Özdemirin fikrinə əlavə olaraq qeyd etdi ki, bugün sülh, sabitlik heç zaman olmadığı qədər lazımdır. O, təəssüflə vurğuladı ki, müasir dünyada müəyyən prinsiplərə riayət edilmir. Heç kəs çoxtərəflilik prinsiplərinə hörmət etmir. Bu isə böyük bir xətadır. Keçmişdə yol verilən səhvlərdir. Mən bu sualı Prezident Əliyevə ünvanlamaq istərdim. Siz necə düşünürsünüz? Siz Prezident Vučićin dediyi kimi bu həlli necə görürsünüz? Vəziyyətdən necə çıxmaq olar? Dünyada hazırki şokların təsirini necə yumuşaltmağa çalışırsınız? Çoxtərəfliliyin hazırki forması və siması nəinki dəyişir, bununla belə o ümumiyyətlə yaxşı işləmir. Düşünürəm ki, hər bir şey öz əllərimizdədir. O, sizin gündəliyinizdən asılıdır. O, sizin planınızdan, gələcək üçün baxışlarınızdan asılıdır. Ermənistanla sülhə gəlincə və ondan əvvəl mövcud olmuş 30 illik münaqişəyə toxunduqda biz bir ölkə, bir xalq kimi çox ağır vaxtlar yaşamışıq. Ərazilərin itirilməsini, milyonlarla insanın evsiz qalmasını və məcburi köçkünə çevrilməsini görmüşük. Lakin ümidimizi itirmədik. Ədaləti, beynəlxalq hüququ və suverenliyimizi bərpa etməkdə cəsarətimizi itirmədik. Bu bizdən 30 il aldı. Həmin vaxt 30, 20 və 10 il əvvəl və indi beynəlxalq təsisatların davranışı dəyişmədi.
Biz dəyişdik bunları. Biz kiminsə gəlib bizim üçün hər bir şeyi düzəldəcəyinə inanmağı dayandırdıq. Beynəlxalq vasitəçiliklə bağlı bütün ümidlərimiz tam alt-üst oldu. Ali Beynəlxalq Qurum, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ərazilərimizdən erməni qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamə qəbul etdi. Onlar kağız üzərində qaldı. ATƏT və digər beynəlxalq təsisatlar çoxsaylı qətnamələr qəbul etdilər. Onların heç biri biz vəziyyəti öz əlimizə alanadək həyata keçirilmədi. Biz özümüz bunu etdik. Biz ədaləti, beynəlxalq hüququ, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Sonra isə sülhə nail olduq. Biz dayandıq. 30 il əziyyət çəkmiş ölkənin lideri olaraq lazımi vaxtda dayanmaq olduqca məsuliyyətli və vacib qərar idi. Biz davam edə bilərdik. Mən sizinlə və burada əyləşənlərlə çox açıq danışmaq istəyirəm. Ancaq belə olduğu halda bu sonsuz müharibələr daha çox əziyyət və qurbanlar ilə nəticələnəcəkdir. Beləliklə müharibə heç vaxt bitməyəcəkdir. Kimsə bunu dayandırmalı idi və biz buna son qoymaq qərarına gəldik. Bəli, həmin fəsli bağlamaq və sülh üçün imkanları görməklə bağlı qərar Azərbaycan və Ermənistan liderlərinin birgə qərarı idi. Dediyim kimi, artıq bu rekord bir sürətlə baş verdi. Müharibədən 2023-cü ilin sentyabr ayının ciddi hərbi toqquşmasından 2025-ci ilin avqust ayınadək. Həmin vaxt mən və Ermənistanın baş naziri bəyannaməni imzaladıq və sülh sazişi Prezident Trumpın iştirakı ilə paraflandı. O isə həmin bəyannamənin şahid kimi imzaladı. Dediyim kimi, biz həmin müharibəyə dünyanın bir nömrəli ofisində son qoyduq. Biz beynəlxalq təsisatlara arxalanmamalıyıq. Mən Aleksandr ilə razılaşıram ki, bugün vəziyyət heç vaxt olmadığı qədər mürəkkəbdir. Ancaq mən onun bədbinliyini bölüşmürəm, çünki vəziyyət nəzarətə götürülürsə, milli maraqlara və rəhbərlik etdiyin xalqa bağlılıq varsa, o zaman uğura nail olmaq mümkündür. O ki qaldı çox tərəflilik, bir tərəflilik və proteksionizmə, biz bütün bunların iflasa uğradığını görürük. Ümumdünya Ticarət Təşkilatı iflic olub, yeri gəlmişkən 30 il ərzində edilmiş dəvətlərə rəğmən biz Ümumdünya Ticarət Təşkilatına qoşulmadıq, çünki öz iqtisadi suverenliyimizi qorumaq istəyirdik. Biz siyasi suverenliyə malik olmaqla yanaşı, müxtəlif tərəflərlə yaxşı münasibət saxlamaq istəyirik. Biz Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Eyni zamanda Çinlə hərtərəfli strateji tərəfdaşlıq sazişinə malikik və ABŞ ilə strateji tərəfdaşlıq nizamnaməsini müzakirə edirik. Bütün bunlar mümkündür və bir-biri ilə ziddiyyət təşkil etmir. Ölkə və onun gələcəyi ilə bağlı aydın baxışa malik olduqda, gücə sahib olduqda və vahid mövqedən çıxış edən cəmiyyətin olduğu təqdirdə haqqınızda və gördüyünüz işlər barəsində kimin nə dediyinin və nə məqalə dərc etdirməsinin heç bir əhəmiyyəti yoxdur. Beləliklə, mən daha nikbinəm. Xüsusilə də bizim Ermənistanla bağlı məsələmizdə 30 il davam etmiş müharibə və qan tökülməsindən sonra həqiqi sülhün bərqərar olması hər halda misilsiz bir hadisədir. Moderatorun sualını cavablandıran Ermənistan prezidenti Vaqin Xaçaturyan bildirdi ki, Ermənistanla Azərbaycanın siyasi rəhbərliyi prinsipial razılığa gəlməsəydi, müharibə davam edəcəkdi. Əksi təqdirdə cənab prezident İlham Əliyevlə razıyam ki, bu müharibə davam edəsiydi, uzun-uzadı davam edəsiydi. Yəni, heç bir gələcək vəd etməyən bir hadisə olasıydı. Amma ona görə də mən heç bir vəclə müharibə insan itkilərinə gətirib çıxaran heç bir siyasi yanaşmanı qəbul etmirəm. Ermənistan prezidenti qeyd etdi ki, iki ölkə arasında birgə iqtisadi və mədəni layihələr olacaq. Yaxın gələcəkdə isə işgüzar insanlar, biznes icmaları da görüşəcək. Mən bu məsələdə nikbinəm ki, biz uğur qazanacağıq. Artıq Ermənistanda da insanlar avtomobillərinə Azərbaycan benzinini doldururlar. Əvvəllər bu məsələlər
belə bax düşmənçilik mövqeyi sərgilənirdi, amma bu yeni reallıqlardır. Türkiyənin Limak Holding şirkətinin sədri Ebru Özdəmir regionda yaşanan proseslərdən söz açaraq bildirdi ki, Azərbaycanla Ermənistan arasında çox müsbət mənada işlər görülür. Türkiyədə bu mənada akselerator rolunu oynayacaq, yəni vasitəçi rolunu oynayacaq. Yəni bizim sərhədlər açılacaq. Bəli, Azərbaycan bizim qardaş, dost ölkəmizdir. Gürcüstanı da qeyd etməliyik. Bu paneldə də biz daha çox regional investisiyalara təşəbbüs etməliyik. Nələri əvvəllər etməmişik, nələri hazırda həyata keçirməliyik, nələr daha çox görülə bilər. Sülh stabilliyi varsa, niyə də investisiya gəlməsin? Çox maraqlı dinamikadır. Avrasiya regionu və burada təmsil etdiyiniz ölkələr region naminə əməkdaşlığı gücləndirdiyi bir vaxtda sizin də qeyd etdiyiniz kimi qlobal geosiyasi mənzərə tamamilə fərqli görünür. Burada parçalanma nəzərə çarpır. Yekun şərh olaraq hər birinizin fikrini öyrənmək istərdim. Həmin parçalanan və həssas qlobal mənzərədə Avrasiyanı necə görürsünüz? Prezident Əliyev, buyurun. Avrasiya çox böyük bir coğrafi məkandır. Biz öz regionumuzu, bilavasitə qonşularımızı düşünürük. Şadam ki, müstəqillik illərində biz bütün qonşularımızla çox yaxın, işgüzar münasibətlər qura bilmişik. Burada istisna Ermənistandır və bunun səbəbləri hər kəsə məlumdur, lakin de facto sülh bərqərar olduğu üçün biz iqtisadi əməkdaşlığa və ixrac əməliyyatlarına başlamışıq. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bizə artıq Ermənistandan Rusiyaya yüklərin nəql edilməsi ilə bağlı müraciət daxil olub. Yəni biz de facto birtərəfli qaydada dəhlizləri açdıq. Bəli, bugün bu daşımalar Gürcüstan vasitəsilə həyata keçirilir, ancaq bir gün bu Ermənistan ərazisindən həyata keçiriləcək. Bir gün Ermənistana məxsus yüklər birbaşa Azərbaycan vasitəsilə daşınacaq və həmin gün çox da uzaqda deyil. Bizim üçün qardaş ölkə olan Türkiyə ilə çox sıx müttəfiqlik münasibətləri qurmuşuq. Türkiyəyə nəhəng sərmayələr yatırmışıq. Bizim Türkiyəyə sərmayələrimizin həcmi 20 milyard dollardan çoxdur. Hazırda biz Gürcüstana ən böyük sərmayə qoymuş ölkələr sırasındayıq. Gürcüstan ərazisindən keçən dəhlizlərlə yanaşı Amerika Birləşmiş Ştatlarının himayəsi altında həyata keçirilən və TRIP adlanan bağlantı layihəsi Xəzər dənizindən keçərək Asiyadan Azərbaycana, Ermənistana, Azərbaycanın bir parçası olan Naxçıvandan Türkiyəyə, oradan isə Avropaya qədər uzanan yeni bir nəqliyyat dəhlizi olacaqdır. Marşrutların çoxluğu istehlakçıların, təchizatçıların və tranzit ölkələrin xeyrinədir. Ölkə olaraq biz hər zaman diqqətimizi regional gündəliyimizə yönəldirik. Biz regionda istədiyimizə nail ola bilmiriksə, qlobal məqsədlərdən söhbət gedə bilməz. Ancaq bugün biz paralel şəkildə gedən Ermənistan, Azərbaycan və Ermənistan-Türkiyə yaxınlaşmasından bəhs edirik. Bu mütləq paralel şəkildə və eyni vaxtda Türkiyə ilə Ermənistan və Azərbaycan ilə Ermənistan arasında diplomatik münasibətlərin qurulması ilə nəticələnəcək. Bununla da biz geniş coğrafi ərazidə Avrasiyanın bir hissəsində bağlantı, enerji təhlükəsizliyi, sülh və sabitlik baxımından olduqca əhəmiyyətli addım atırıq. Bu, uzun illər davam edən müharibələrin əməkdaşlığa və tərəfdaşlığa çevrilməsinin nümunəsidir. Sonra Ermənistan prezidenti Vaqin Xaçaturyan suala cavabında bildirdi ki, prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir. Çünki prezidentin söylədiklərini təkrar etməliyəm. Prezident İlham Əliyevin söylədiyi fikirlər bizim fikirlərimizlə, prinsiplərimizlə üst-üstə düşür.
Yəni yaşadığımız dünyada istər orta dəhliz marşrutu olsun, Cənubi Qafqazın yeni logistika imkanları getdikcə daha çox mühüm əhəmiyyət kəsb etməyə başlayır. Odur ki, bizim regionumuzun əhəmiyyəti də istər Avropa İttifaqı, Avropa ölkələri üçün ayrı-ayrılıq dərəcədəki uzaq şərqdə də getdikcə əhəmiyyəti artmaqdadır. Mən Cənubi Qafqazdakı dostlarıma görə çox sevinirəm deyən Serbiya Respublikasının prezidenti Aleksandr Vučić Azərbaycanın Serbiyaya yatırdığı sərmayədən söz açdı. Həmçinin bildirdi ki, Belqradla Bakı, eləcə də Tbilisi ilə birgə aviareys mövcuddur. Ermənistanla da əminəm ki, belə bir birbaşa uçuşlar təşkil ediləcək. Beləliklə də biz gələcəkdə qərblə yanaşı şərqə də doğru əməkdaşlığımızı genişləndirəcək, dostlarımızla münasibətlərimizi gücləndirəcək. Yəni, Cənab Prezidentin İlham Əliyevin söylədiyi fikrlə bağlı bir mövqe var. Həqiqətən də çox ən mükəmməl liderlərdən biridir. Bunun təsir effekti də var. Təsir effekti danılmamalıdır. Bəli, müasir Azərbaycanı görür. Aleksandr Vučić sonda ümid etdiyini vurğuladı ki, Ermənistan, Azərbaycan, eləcə də Türkiyə kimi mehriban dost ölkələrin dəstəyi sayəsində çətinliklərin öhdəsindən gələ biləcəklər.